Burası onun oyun alanıydı. Şimdi de sanat merkezi. O bir dahi, bir mimar ve tasarımcı, bestekar ve sihirbaz. Bir deha Monsieur. Ama belli ki Madame Jiri, deha bir deliye dönüşmüş. Gözəllik və estetik tam olaraq nədir? Nəyə görə təyin olunur? Estetik anlayışı şəxslərə görə dəyişə bilərmi? Bu sualların cavabları sizə maraqlıdırsa, The Phantom of the Opera dünyasına xoş gəlmisiniz. Film köhnə bir opera salonunda bir xərrac səhnəsi ilə başlayır. Xərracda olan yaşlı kişi və qadının baxışlarından daha əvvəlcədən tanış olduğunu anlayırıq. Daha sonra bu ikili arasındakı əlaqəni və bu köhnəlmiş və işləksiz operanın hekayəsini öyrənmək üçün keçmişə yollanırıq. Diqqət etsəniz, xərracın keçirdiyi zamanlarda daha pastel və soyuq rənglər hakimkən, keçmişə döndüyümüzdə ekranda daha canlı və isti rənglər vardır. Bu, personajlarımızın və operanın yaşamının əvvəllər nə qədər canlı olduğuna, sonra bu canlılığın itildiyinə bir işarədir. Operada möhtəşəm bir hazırlıq və təlaş vardır. Hər kəs öz üzərində düşəni etməkdə və möhtəşəm bir performans göstərmək üçün can atmaqdadır. Ancaq birisi vardır ki, egoistcə özündən rastlı rəftarı və digərlərinin üstdən aşağı baxması ilə digərinin əhvalını korlayır. Xanım Dean güclü səsi və bu səsin gətirdiyi məşhurluğu ilə digərlərinə qarşı biraz yuxarıdan aşağı baxmaqda və özünü onlardan olduqca yuxarı görməkdən heç bir mazur görməz. Bu tip insanlar hər zaman vardır. Yaşadığımız bu planet belə yetərincə böyük və hələ tam kəşf edilə bilməmişkən, onlarca bu tip planetlər və qalaktikalar mövcud ikən, özünü bu kainatda çox böyük zənn etmək. Nəticə etibarilə yaşadığımız bu həyat limitlidir. Bir gün bu dünyada olmadığımız zaman, nə qədər böyük birisi olursunuzsa olun, birinin sizi bir anlıq xatırlaması zamanı milyonlarca ulduzun birini baxıb ah çəkməsindən heç də fərqlənməyəcək. Operanın sahibləri dəyişmişdir. İki adam özlərini təqdim etmək və oradakilərlə qaynayıb qarışmaq üçün orada olurlar. Xanım Dean o qədər özünü yüksəkdə görməkdədir ki, önündə olan adamların operanın sahibi olmasını vecinə almaz və onları getməklə təhdid edər. Operanın sahibləri onun məşhurluğunu və bu səhnə üçün önəmli bildikləri üçün onun könlünü alırlar. Operanın sahibi onlar olsa da, maddi dəstəyi onlara Qraf Viktor təmin etmişdir. Səhnədəki rolu figuranlıq olan qızlardan biri Viktoru görən kimi tanıyır. Ancaq Viktor ona diqqət etmir və eləcə yanından ötüb keçir. Sənətçinin könlünü aldıqları və ifa etməsinə razı saldıqları bir anda bir qəza baş verir və bu qəzanın 3 ildir baş verməkdə olduğunu öyrənirik. Operanın xəyaləti onlar üçün bir məktub qoymuş və bu məktubda operama xoş gəlmisiniz deyə qeyd etməmişdir. Sənətçi çıxıb gedir və bu işlər sona çatmadıqca geri dönməyəcəyini bildirir. Hər şey məhv olmuşdur. Ən önəmli sənətçiləri və baş qəhrəmanları olmadan axşamki tamaşanı göstərmək imkansızdır və biletləri geri ödəməlidirlər. Hər şeyin məhv olduğunu düşünmüşkən, orada işləyən Madame Jiri az əvvəl gördüyümüz rəqqasə qızı önə çıxararaq gözəl səsi olduğunu və musiqi səs barədə dərslər belə aldığını deyir. Müəlliminin kim olduğunu soruşduqları zaman Kristin qəribə bir şəkildə bilmədiyini deyir və ifa etməyə başlayır. İfası bəyənilir və o gün səhnəyə Kristin çıxması qərarlaşdırılır. Kristin möhtəşəm performans ortaya qoyur və olduqca sevilir. Tamaşa bitdiyində Kristin otağında atasına dua etməyə və musiqi mələyinə təşəkkür etməyə başlayır. Atasının illər öncə itirmiş olduğunu, ancaq gedərkən cənnətdən ona musiqi mələyini göndərəcəyini demiş olduğunu öyrənirik. Bu hissədə sizi biri ilə tanış etmək istəyirəm. Sandalfon. İnanca görə Sandalfon baş mələkdir və ən güclü ruhani varlığıdır. Digər bilinən adı ilə musiqi mələyi olan Sandalfon, təxmin edə biləcəyiniz üzrə insanların musiqi ustası olaraq yetişdirilməsinə və onlara bu yolda yardım edilməsinə təşviq etməkdədir. Sandalfon eyni zamanda dua mələyidir. İnsanların etdiyi duaları Tanrı qatına qaldırmaqdadır. Musiqiyə olan həvəsini bilən atasını onu təskin etmək üçün musiqi mələyini seçməsi təsadüf deyildir. Sandalfon həm onun musiqi müəllimi olacaq, həm də atası ilə danışmaq istədikdə dualarını səmaya qaldıracaqdı. Tam bu zamanda otaqda bir gizli keçid açılır və yarım maskalı bir adam çıxır. Kristin onun səsindən tanıyır.
Çünki bu uzun zamandır danışdığı musiqi mələyidir. Adam onu əlindən tutur və gizli bir keçidlə bir yerə aparır. O sırada opera əhalisi Kristini axtarmış, lakin heç yerdə tapa bilməmişdi. Kristin adamın üzündəki maskanı çıxardaraq maskanın altındakini görmək istəyir, fəqət adam çox əsəbləşir. Opera sahiblərinə yenə məktub göndərir və səhnəyə axşam Kristinin çıxmalı olduğunu, əks halda problemlər yaşamış olacağını bildirir. Operanın sahibləri bu məktuba məhəl qoymaz və səhnəyə xanım Deeni çıxarmaqda israr edir. Ancaq operanın xəyaləti zarafat etməmişdir və fikrində olduqca qətidir. Xanım Deen səs açıcısına məhlul əlavə etmiş və səsini açacaq yerdə detone etmişdir. Kristini onunla əvəzləməkdən başqa bir çarə qoymamışdır. Ardından orada işləyən birisini yuxarıdan asmış və səhnədə sallandıraraq tamaşanı sabote etmişdir. Bu olanlardan sonra Kristin operanın damına çıxır və bir mahnı oxumağa başlayır. Viktor onu təqib edir. Biraz danışdıqdan sonra bir-birlərinə sevgilərini etiraf edirlər. Ancaq Erik oradadır və onları izləməkdədir. Bu olanlar ona acı verir və canını yandırır. Bu an Erik üçün qırılma anıdır və mütləq intiqamını alacaqdır. Artıq işlər yoluna girmiş və şənliklər başladığı zaman operanın xəyaləti ortaya çıxır. Ancaq biraz fərqli görünümdə. Qara qiyafəli və üzünün yarısı maskalı olaraq gördüyümüz bu xəyalət qırmızı geyinmiş və üzünün tamamı maskadadır. Oradakiləri təhdid edir və yararsız opera oyunçularını ələ salır. Viktor onu yaxalamaq üçün həmlə etdikdə Erik onu güzgülü bir otağa salır. Madam Sherry onu oradan çıxardıqda Viktor'a bir açıqlama tələb edir. Madam Sherry gənc olduğu zamanda bir sirkə getmiş və orada çadırların birində şeytanın oğlunun sərgiləndiyini görmüşdü. Bir uşaq qəfəsə salınmış iki işgəncə görməkdədir. İnsanlar da böyük həvəs və iştahla bu işgəncəni seyr etdikləri zaman ondan həzz alırlar. Hamı çadırı tərk etdikdən sonra Erik ona işgəncə edən adamı boğaraq öldürür. Digər sirk işçiləri onu yaxalamaq üçün həmlə edərkən Sherry onu qaçırır və opera salonunda gizlədir. O gündən sonra Erikin evi opera olmuşdur. Bunları bildikdən sonra az öncə gördüyümüz səhnə daha aydınlaşılır və aydın olur. Öncələri yarım maska taxan Erikin içində bir şeytani tərəfi vardır. Ancaq insani yanı hər zaman qalmaqdaydı. Artıq üzünün tamamı maskadaydı. Yəni insani tərəfi artıq bastırılmışdı. Üstəlik şeytanı anımsatan qırmızı rəngli geyimlə çıxmışdı. Viktor və Kristin evlənirlər. Bir gün Kristin atasının məzarına gedir. Orada opera xəyaləti onu təkrardan manipulə edir və öz tərəfinə çəkməyə çalışır. Bu zaman Viktor onları tapır və Kristin təhlükədən xəbərdar edir. Bir duel başlayır. Duelin sonunda Viktor Erik'i öldürəcəkkən Kristin buna icazə vermir. Bir tamaşa təyin olunur və bu tamaşaya operanın xəyalətinin gələcəyini bildikləri üçün oraya polislər çağırılmışdır. Ancaq gözləmədikləri bir şey olur. Operanın xəyaləti tamaşada Don Juan yerinə keçmişdir. Kristin onu səsindən tanıyır. Tamaşanın sonunda maskasını açır və onu ifşa edir. Yəni bir növ maskanı açaraq onun şeytani tərəfini azad buraxır. Polislərin ona yaxınlaşdığını görən Erik hərəkətə keçir. Nəticədə daha əvvəldə dediyi kimi opera salonu onundur. Çılçırağın iplərini keçirir və bir yanğın başladır. Kristini qaçırdır və gizli məbədinə aparır. Viktor onları təqib edir və Madam Sherry'nin yardımı ilə onları tapır. Ancaq Erik onu yaxalayır və bağlayır və Kristinə bir seçim etməyə vadar edir. Ya Viktorun həyatını qurtarmaq üçün Eriklə bərabər olacaq, ya da Viktorun ölümünü seyr edəcəkdir. Kristin sırf Viktorun həyatını xilas edə bilmək üçün Eriklə bərabər olmağa razılıq verir. Bu qərar Eriki düşündürür və Kristin Viktoru nə qədər sevdiyini anlayır və bu sevginin qarşısında durmaq istəmir. Viktoru da Kristin də azad buraxır və getmələrinə icazə verir. Filmin sonunda Kristin artıq öldüyünü, həmin adamın da Viktor olduğunu və Kristinə məzarına Erikdən bir xatirə gətirdiyini görürük. Bəzən həyat istədiyimiz kimi getməz. Ancaq unutmayın, sevgi saf duyğudur və çirkinlik bulaşmamalıdır. Əgər bir sevgi sizi yaxşılığa və gözəlliyə təşviq etmirsə, o zaman o həqiqi sevgi deyildir. Həqiqi sevginizi tapmanız ümidi ilə.